Birinci mif. Çaldıran döyüşü Şah İsmayıl Xətai dövrünün ən əhəmiyyətli döyüşü olub. Əslində, məsələnin daha çox şişirdilməsinin təbii ki, müxtəlif səbəbləri var. Əgər biz orta əsrlər mənbələrinə baxsaq, orada bunun tamamilə əksini görürük. Yəni, bu döyüşlə bağlı, Çaldıran döyüşü ilə bağlı verilən məlumatlarda bu döyüşün elə bir əhəmiyyəti olduğu nəzərə çarpmır. Məsələn, bununla bağlı mən oxuduğum müxtəlif mənbələr var. Tutaq ki, İskəndər bəy Münşi Ət-Türkmaninin Tarix Əl-Əmiri Abbasi. Orada cəmi bir epizod keçir. Çox cüzi bir epizod ki, Çaldıran döyüşündə Qızılbaşlar müvəqqəti məğlubiyyətə uğrayaraq geriyə çəkildilər. Vəssalam. Və yaxud Təhmasibin təzkirəsində. Hətta orada Təhmasib öz dilindən yazır ki, Sultan Süleyman məni döyüşə təhrik edərkən mən həmişə o vaxt atamın yanında olan Durmuş xana lənət oxudum. Niyə? Çünki deyir, Durmuş xan atamı az saylı ordu ilə təhrik eləmişdi ki, döyüşə gedək. Onu da deyim ki, hətta Şah İsmailin özünün də Sultan Səlimə məktubunda deyilir ki, qoşunumun az olduğundan mən müvəqqəti məğlub oldum. Heç onu məğlub da demir ki, geri çəkildik. Yəni, bunun bu qədər şişirdilməsi açığı daha çox istər mənbələrdə, istər tarixşünaslıqda daha çox 20-30-cu illərdən bəridir. Yəni, o vaxt ki, artıq Azərbaycan tarixşünaslığında, belə deyək də, Sovet-Rusiya metodologiyası oturmağa başladı. Məhz bundan sonra bu Çaldıran döyüşünün istər özü, istər əhəmiyyəti, yəni hansı əhəmiyyəti var? Döyüşün nə vaxt əhəmiyyəti olur? Döyüşün o vaxt əhəmiyyəti olur ki, həmən döyüşdən sonra ya həmin dövlət süqut eləyir, ya onun ərazi baxımından böyük bir ərazi itirir və yaxud sülalə dəyişir. Biz bunun hansını görürük Çaldıran döyüşündə? Heç birini. Hökümdar Şah İsmayıl idi, Şah İsmayıl hakimiyyətində qalır. Azərbaycan torpaqlarının bütövlüyü qorunub saxlanılır. 1555-də yalnız bu öz əksini tapdı. Yəni, indiki Doğu Anadolunun və indiki Gürcüstan Respublikasının qərb torpaqları, daha doğrusu Axıska və İmeretiya Osmanlıya verildi. Yəni, 1514-dən sonra biz bu dəyişikliyi görmürük. Həmən döyüşlə tutaq ki, başqa Osmanlının apardığı başqa bir türk dövləti, yəni Misir Məmlük Sultanının apardığı döyüşlərlə Çaldıran döyüşünü müqayisə edilməzdi. Və növbəti bir faktı da deyək. Çaldıran döyüşündən sonra bir neçə dəfə Səfəvilər qələbə qazandı. Bu demək deyil ki, Çaldıran döyüşü belə böyük bir faciə idi. Və orada iştirak edən ordunun üst-üstə yıxsan 150 min eləmir. Başqa döyüşlərlə müqayisə eləsək, məsələn, hər iki tərəfdən ordusunun sayı 1 milyona çatan Ankara döyüşündən müqayisə eləsək, Çaldıran döyüşü onun yanında heç nədir. Bunu bu qədər faciə, bu qədər belə deyək də, bilirsiniz İran tarixşünaslığında nə yazılır? Burada İran tarixşünaslığında xidmətləri dırnaq içərisində böyükdür. Məsələn, Qərbət İran tarixşünaslığı onu qeyd edir ki, Çaldıran döyüşü İran dövlətçinin bünövrəsinin qoyulduğu gündür. Bunun İrana nə dəxli var? Bu iki türk sülaləsi arasında gedən savaş idi. Sıradan bir savaş idi. Necə o Malatya, Otluq belli döyüşləri eşitməmişik tarixdən. Həmən döyüşlərdən biri idi. Bunu bu qədər şişirtməyə nə ehtiyac var? Yəni, yenə deyirəm, mən bunu məğlubiyyət saymıram. Bu müvəqqəti geri çəkilmədir. Məğlubiyyət olsaydı, Səfəvilər dövləti süqut edərdi. Ən azından hakimiyyət dəyişikliyi baş verərdi. Bu müvəqqəti məğlubiyyət olmasaydı, Sultan Səlim ilə Təbrizdə möhkəmlənərdi. Sultan Səlim Təbrizdə neçə gün qala bildi? İkinci mif. Çaldıran döyüşündə məğlubiyyətdən sonra Şah İsmayıl Səfəvi əlinə qılınc almayıb, at minməyib, ömrünün sonuna kimi saraydan kənara çıxmayıb. Tarix romantikanı sevir. Niyə? Çünki tarix özü bir romantikadır. Ancaq romantika tarixi üstələyəndə o artıq öz faktoloji materialını itirməyə başlayır. Bəli, sözlər gəzir ki, Çaldıran məğlubiyyətindən sonra Şah İsmayıl bir daha qılıncını ələ almadı. Necə yəni Şah İsmayıl qılınc ələ almadı ki, həmin hadisədən, yəni 1514-cü il Çaldıran döyüşündən sonra 1518-20-ci illərdə indiki Gürcüstanın şərq hissəsinə
Yürüş eləyib Şah İsmail. Necə yəni əlinə qılınc almayıb? Bəs nə ilə tutmuşdu onda? Sonra Çaldıran döyüşündən başqa bir yanlışlıq artıq belə deyək kök salıb tarixşünaslığımızda güya bizim odlu silahımız yox idi. Bizim odlu silahımız da var idi. Hətta Avropada müşket deyirdilər. Müşketyorlarımız da var idi. Sadəcə olaraq yenə deyirəm, bu döyüşə Şah İsmail hazırlıqsız getmişdi. Özü məktubunda etiraf edir ki, mənim ordumun əsas hissəsi Sultaniyyədə ola-ola, mən kiçik bir dəstəklə gəlmişdim bura. Yəni bunu Şah İsmail özü etiraf edir. Və sanki özü o müvəqqəti məğlubiyyətini əsaslandırır. Niyə? Çünki Qızılbaş ordusunun əksəriyyəti Sultaniyyədə idi o zaman. Topxana da oradaydı. Çərxçilər də oradaydı. Siz bir xüsusiyyət var idi o zaman, Qəzərçilər deyirdilər. Qəzərçilər əslində kəşfiyyat dəstəsi deməkdir, ordunun önündə gedən. Onda deyim ki, həmən Qəzər sözü sonradan Qacar sülaləsinin adına da keçib, o da Ağaçəri formasında bizim eramızın 4-cü yüzilliyindən işlənən bir termindir. Ağaçəri, hansı ki Qacarlar öz adlarını götürürlər. Yəni avangard deyirdilər də ordu dilində. Avangard, ariyegard, avangard öndə gedən, Ağaçəri, yəni çərinin başında gedənlər idi. O Qəzərçi belə göndərməmişdi İsmail döyüşdən əvvəl. Hətta döyüşdən əvvəl ona təklif olunanda ki, dar bir cığırla gələsidir Osmanlı ordusu, sonra hücum eləyək. Dedi, mən Kərvanbasan quldur deyiləm ki, Şəbxun eləyəm. Şəbxun da o zaman gecə hücumuna deyirdilər. Yenə deyirəm, İsmail özü bu müharibə, bu döyüşə ciddi hazırlaşmamışdı. Özü də insan döyüşdə məğlub ola bilər. Lakin müharibədə məğlub olmaq demək deyil ki. Onda belə çıxır ki, əgər Moskva döyüşündə, Almanlar uduzdu, Moskva döyüşünə qədər SSR-nin böyük bir qismi Avropa hissəsi demək olar ki, işğal olunmuşdu, düzdür. Onda biz deyə bilərdim ki, SSR məğlub oldu. Kiyev ətrafındakı döyüş, Minsk ətrafındakı döyüş. Əsas müharibənin nəticəsinə baxaq. Müharibənin nəticəsi nə oldu? Üçüncü mif. Çaldıran döyüşü Səfəvilərin süqutunu sürətləndirib. Mən vicdanlı, istər müasir dövr Türkiyə tarixçisi olsun, istər o dövrün Osmanlı tarixçisi olsun, onlar Çaldıran döyüşünə bu qədər əhəmiyyət vermirlər. Bu, məhz o Sovet hakimiyyəti illərində, o Rus-Sovet tarixşünaslığında formalaşdırılan bir fikir idi. Bunda yeganə məqsəd aydındır. Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpmək. Hətta günümüzdə elə insanlar var ki, bunu az qala Azərbaycan-Türkiyə savaşı kimi təsvirləməyə çalışırlar. Gülüncdür bu. Həqiqətən gülüncdür. Niyə? Çünki bugün faktiki olaraq Türkiyədə yaşayan qızılbaşların sayı heç də Azərbaycanda yaşayan qızılbaşlardan az deyil. Özü də Türkiyə vətəndaşlarıdır. Belə çıxır ki, bədən öz sağ əli ilə müharibə aparırdı. Vaxt bədənin iki qolu sağ əllə sol əl bir-bir arasında mübarizə aparırdı. Gülüncdür bunu söyləyir. Və ən pisi nədir? Bu döyüşü bizim özümüzünkilər şişirdəndə, özümüzünkilər demək adamın dili də gəldi. İki dünya müharibəsində Fransa ilə Almaniya Çaldıran döyüşündə olan itkilərdən bəlkə də 100 minlərlə çox bir-birini qırdıqları halda nətər olaraq bugün bir Avropa damı altında birləşə bilir də iki qardaş xalqın arasında bu Çaldıran döyüşü Səfəvilərin, yəni Qızılbaşların müvəqqəti məğlubiyyətini bu qədər şişirdirlər. Lazım deyil bu. Bu, birinci növbədə orta məktəbdə keçilərkən bizim şagirdlərimizin təbliğatında mənfi rol oldu. Az qala əvvəllər yazırdılar ki, hətta Çaldıran döyüşü Səfəvilər dövlətinin süqutunu sürətləndirdi. Gülünclükdür, təzə yaranmış dövlət 1501, üstündən 13 il keçəndən sonra bir döyüşdə uduzur, lakin 1736-ya qədər mövcud olur. Nətər bunu süqutunu sürətləndirə bilər? Gülünc şeylərdir. Daha çox bizim şagirdlərimizə, mən yenə deyirəm, mən iki qardaş arasında, iki qardaş deyəndə iki dövlət arasında olan savaşı bu səviyyədə yüksəltmək nəyə lazımdır? Əgər Çaldıran haqqında danışılırsa, bu yöndə Niyazabad döyüşü haqqında da daha geniş danışılsın. Molla Həsənli döyüşü haqqında daha da geniş danışılsın. Çaldıran döyüşündən qat-qat Səfəvilərin, belə deyək, uğuru olan Əhlət döyüşü haqqında nə yazmaq? Axı onda cəmi burada 150 min idisə, orada 320 min ordu döyüşürdü. Niyə oradakı qələbəmizdən yox, Çaldırandakı müvəqqəti məğlubiyyətimizdən danışırıq?
Dördüncü mif. Şah İsmayıl Xətainin xanımı Taclı bəyim əsir götürülüb. Birincisi, Taclı bəyimin əsir düşmə məsələsi hələ tarixdə öz təsdiqini tapmıyor. Sadəcə ancaq bu Osmanlı tarixindən gələn şeylərdir. Bizim tarixşünaslığımızda o yoxdur. Dövrün ən deməli, mən inandığım tarixçiləri o dövrlə bağlı yazan İskəndər bəy Münşidir. Eyni zamanda İspan dilində dövrümüzə qədər gəlib çatmış Oruc bəy Bayat, Mötəzidə yazırlar Don Juan Persitski, onun kitabıdır. O kitablarda Taclı bəyimin əsir düşmə məsələsi yoxdur. Sonradan uydurmadır. Beşinci mif. Şah İsmayıl Çaldıran döyüşündə bütün tanınmış sərkərdələrini itirib. Ordu sərkərdəsini itirməsi bu böyük bir şey deyil ki. Yəni döyüşdə komandan öldürülə bilər. Fransız imperatoru 1870-ci ildə əsir düşməsi, bu qədər Fransa tarixinə ləkə gətirmədiyi halda Çaldıran döyüşündə 2 qızılbaş sərkərdəsinin öldürülməsi bu çoxmu böyük qəbahətdir? Bir dünya tarixindən baxaq, müqayisə eləyək də. Bugün Avropanın ağız dolusu danışdığı Bizans imperatorluğu və yaxud Roma imperatorluğu. Roma imperatoru Valerian əsir düşmüşdü Sasani Şah Şapura. Niyə Avropa bunu danışmır da cəmi bir 150 min ordunun üzrə gəldiyi döyüşü bu qədər şişirdib bizi düşmən edirlər? Malazgirt döyüşündə yenə Bizans imperatoru Roman 4-cü Diogen Alparslana əsir düşdü babamıza. Onun üstünə elə sükutla keçir ki, Avropa tarixinə. Həmən biz bu Çaldıran döyüşünü, az qala böyük faciə, qardaş qırğını, dövlətlər arasında müharibə ola bilər. Hətta bəzən bir sülalənin, yəni hökmranlıq uğrunda mübarizə aparan iki qardaş arasında toqquşma olur. Bunu bu qədər faciə şəklində şişirtməyə ehtiyac varmı? Osmanlının özündə bəyəm Cem üsyanı deyirlər. O Cem üsyanı zamanı da Osmanlı yeniçəriləri bir-birini qırdı. Bunu bu qədər şişirtməyə ehtiyac varmı? Bu qədər faciələşdirmək ehtiyac varmı? Altıncı mif. Sultan Səlim Anadoluda qızılbaşları, Şah İsmayıl isə Azərbaycan ərazisində sünniləri kütləvi şəkildə qırıb. Bəzən tarixşünaslıqda belə bir fikrə də rast gəlirik ki, güya Sultan Səlim Anadoluda qızılbaşların kütləvi qırğını təşkil. Bəli, belə bir hadisə olub həqiqətən. Yəni qızılbaşların böyük bir qismi həqiqətən də Osmanlı tərəfindən qətlə yetirilib. Ancaq bu qədər say şişirtməsi lazım deyil. Hətta bəzən elə yazırlar ki, bütün Doğu Anadolunu qızılbaşlardan təmizlədi. Əgər bütün Doğu Anadolunu qızılbaşlardan təmizləmişdilərsə, bugün Anadolunun şərqində yaşayan o qızılbaşlar kimlərdir? Alevlər deyir də, sular hardan peyda oldu? Biz bu qədər o tarixi saxtalaşdırmaq lazım deyil. Hər şeyi olduğu kimi yazmaq lazım. Və yaxud güya Şah İsmayıl Osmanlı deyilən adamlar onun ərazisində yaşamırdı əslində, sünni əhali ola bilər. Xeyr, Şah İsmayıl sünni əhalisinə qarşı hansısa kütləvi qırğın təşkil etməsi yoxdur. Əksinə, Anadoludan gələn bəzi aşırı qızılbaş cərəyan nümayəndələri var idi, İsmayıl onlara edam elətirdi ki, bunlar Allahsızdılar. Və bu savaşa məzhəb də onu geyindirmək, bu da düzgün deyil. Adətən nə cür deyirlər Çaldıran savaşını? Şiyələrlə sünnilər bir-birini qırıb, kökündən yalan bir şeydir. Yəni, məzhəb çatısı altında bəzən olurdu savaşda. Amma əslində söhbət dövlət maraqlarından gedir. Tutaq ki, Şah İsmayıl Rafizi idi, Şiə idi. Sultan Səlim ona görə bunun üzərinə hücum elədi. Yaxşı, bəs Misir Məmlük sultanlarının məhzəbi nə idi? Adamlar sünni idilər. 1258-ci ildə Hülakü Bağdadı dağıdandan sonra müqəddəs əmanətləri gəlib buradan götürənləri idilər. Yəni, xilafətdə müqəddəs əmanətləri Qahirədə saxlanırdı Misir Məmlük Sultanlığında. Üstəlik, Misir Məmlük Sultanlığının çox orijinal bir adı var. Dövlət Ət-Türkiyyə, Türkiyə dövləti. Birinci dəfə Türkiyə adını daşıyan dövlətlə Osmanlı müharibə eləmişdi. İndi Türkiyə kimin varisidir?
Misir Məmlük Sultanlığının yoxsa Osmanlının? Özdə o dövlət ki, Türkiyə adını əvvəlcə o daşıyıb, Osmanlı gedib bunu darmadağın eləyib. Olar ki, sünni idi məzhəbcə. Yeddinci mif. Çaldıran döyüşündə hər iki tərəfdən ümumilikdə 150 min nəfərlik qoşun iştirak edib. Siz bəzən qoşunun sayı da şişirdilir. Sən deyənə qədər tarixdə mən oxuduğum mənbələrlə və həmin döyüşlərin getdiyi mənzərələri tutuşturmuşam. 2 dənə döyüş haqqında danışılanda istər-istəməz tarixçi olmayan insan belə onun haqqında şübhələnir. Bunun biri indiki Tiflis yaxınlığında Dilgori döyüşüdür. Bizim həmkarlarımız, gürcü həmkarlarımız orada qeyd edir ki, xilafətin çoxsaylı ordusunu 60 minlik gürcü ordusu darmadağın elədi. Vallah, onların dediyi 100 minlə bu 60 mini bir yerə yıxsan, və adamları hərəkət etmədən, eləcə sadəcə düşsən, yerləşməz o düzənliyə. Eləcə də Çaldıran Ovasında bilməyəm, olan var ya, yox. Mən gözümlə görmüşəm. Ora 150 minlik qoşunun yerləşməsi mümkün deyildi. Hələ plus deyir ki, top ateşləri də var idi. Bu bir daha onu göstərir ki, görünür orada say da şişirdilir fərdindən artıq. 150 min qoşunun orada meydan savaşı aparması mümkün deyil. Üstəlik, bura topu da əlavə eləsək ki, Osmanlı ordusu topla təchiz olunmuşdur. Heç ağla batan deyil. Orada maksimum, yəni bir hərbiçi kimi deyim, orada intihası bizim döyüşməyimiz başqa cür idi. Biz odlu silahla döyüşmüşük. Baxmayaraq ki, Osmanlıda da odlu silah var idi. Maksimum orada iştirak edə bilər 60-70 min. Yəni qolu açıb, yəni yenə deyirəm, əskərləri düşsən belə ancaq yerləşirlər. Qollarını açanda elə yanındakı əskərə dəyər onun şilləsi. 8-ci mif. Çaldıran döyüşündə Səfəvilər odlu silahları olmadıqlarına görə məğlub olublar. Yenə o bizim tariximizə belə bir romantik, bizim odlu silahımız yox idi. Bilirsiniz, sonradan bu Koroğlu dastanına da hopdu. Hətta belə bir şeir də var, deyir, gəlib bic əyyamı namərd dünyası, mən mi qocalmışam, ya zəmanəmi, tüfəng çıxdı, mərdlik getdi, hay haray filan deyə. O, ümumiyyətlə, Türkdə bir xüsusiyyəti olub daima Türkün döyüş sənətində. Türk ömrü boyu qalxan gəzdirmir. Niyə? Çünki qalxan müdafiə xarakteri daşıyan bir silahdır. Türk ancaq hücum edir. Ona görə də Türk üçün həqiqətən də uzaq məsafədən, güc sərf etmədən düşməni öldürmək bu kişilik əlaməti sayılmırdı. Bu gendən gələn bir şeydir. Həmə demək ki, güya Səfəvlərin topxanası, silahı yox idi, bu kökündən yanlışdır. Niyə? Çünki ilk dəfə Azərbaycan ordusu toplarla, özdə kütləvi şəkildə toplarla, elə belə yox. Cəhd Həsən Padşah Bayandurlu dövründə edilsə də, əsasən Sultan Yaqub dövründə artıq demək olar ki, yetərincə Azərbaycan ordusunda, yəni o zaman Ağqoyunlu və yaxud Bayandurlu sülaləsi deyirik, Bayandurlu sülaləsinin idarə etdiyi Azərbaycan dövlətinin topu da var idi, topxanası da var idi. Hətta özləri top düzəldirdi. Doqquzuncu mif. Şah İsmayılı Osmanlı ilə müharibəyə Avropa dövlətləri təhrik ediblər. Deyirlər ki, Şah İsmayıl Bizans imperatorları ilə yazışırdı və onlar İsmayılı təhrik elədilər ki, Osmanlı ilə müharibə eləsin. Axı 1453-cü ildən sonra Bizans yox idi. Bunu yazan tarixçilər var. 1453-cü ildən sonra Bizans imperatoru yox idi. Bizans olmadığı bir halda Şah İsmayılı məktubu kimə yazılmış görəsən? Niyə biz tarixi gerçəkliyi demirik? Əksinə, Sultan Səlim bütün Avropa dövlətləri ilə müharibəni tələm-tələsik dayandırır, Venesiya ilə, Genuya ilə, Avstriya ilə apardığı müharibələri dayandırır, hətta güzəştli şərtlərlə sülh müqaviləsi imzalayır və bütün gücünü şərqə yönəldir. Sultan Səlimin şərqə yürüşdüyəndə söhbət təkcə Səfəvlər dövlətindən getmirdi. Bunu da çox təəssüf biz yanlış izah edirik.
Səlimin məqsədi əslində şərqi tutmaq idi. Adam şərqə doğru yönəlik siyasət yeridirdi. Səlimin vaxtında Avropa ölkələri ilə Osmanlı müharibə aparmayıb. Və ona görə çox vaxt bilirsiniz, tarixi şəxsiyyətləri lazım deyil, düzdür, müqayisə ilə mən daima əleyhinə olmuşam. Ancaq bu tam çılpaqlığı ilə görünür ki, əksinə Səlimin apardığı siyasət İslam dünyasını parçalayırdı. Niyə? Çünki tutaq ki, İsmail onların təbirincə, dilincə desək, Rafizi idi, kafir idi, nə bilim, Şiə idi. Bəs dediyimiz ki, Misir Məmlük Sultanlığının günahı nə idi? Bu ki, məzhəblə neyini idi məzhəb baxımından? Niyə biz demirik ki, Avropa dövlətləri əksinə Sultan Səlimi qızışdırdılar, İslam dünyasının üstünə saldılar. Dirikin Şah İsmail Xətai Avropaya aldandı, onunla müharibə apardı. Niyə biz tərsini demirik? Bizi bu nəyə oxşuyur? Vaxtilə o gün nəzəriyyə çıxmışdı, Altay nəzəriyyəsi ki, Türk xalqları Altay dağlarından köçüb gəlir. Ən azacıq ağlında tarixçi olmaq lazım deyil. Normal təfəkkürü olan adam da bilir ki, yer kürəsində buzlaşma baş verəndə, dillər yarananda Altay dağları buzun altındaydı. Əksinə köçlər buradan oraya getmişdi. İndi də kimisə ittiham eləyəndə niyə biz Sultan Səlimi ittiham eləmirik ki, Avropa dövlətlərindən sülh bağladı, öz dindaşları ilə döyüşdü, öz soydaşları ilə döyüşdü. Tutaq ki, Səfəvi ilə dindaş deyildi, hərçənd ikisi də İslam dinidir. Müsəlman saymırdı güya. En azından soydaşları idi. Və indi sirr açılır ki, niyə Osmanlı ordusu Təbrizdə qala bilmədi? Bilir ki, Təbrizdə bir həftə ancaq qaldı. Bu həm Təbriz əhalisinin müqaviməti idi. Üstəgəl, həmən Osmanlı ordusunda Bəqdaşilərin qiyamından qorxdu Sultan Səlim. Ona görə qaçdı Təbrizdən. Ordu içərisindəki ixtişaşdan qorxdu. Nədənsə bunu çox vaxt susur bizim həmkarlarımız, Türkiyəli həmkarlarımız, eləcə də bizim öz tarixçilərimiz. Bəqdaşilər inanc baxımından kimdir? Qızılbaşdırlar. Hətta tamaşaçılar yəqin ki, o sevə-sevə baxdıqları Möhtəşəm Yüzil filmi var idi. Orada gələcək sultan olan Mustafanın andına fikir verəndə təmiz qızılbaş yəminidir. Allah Allah, Həzrəti Əli adına, Zülfiqar adına təmiz qızılbaş andıdır. Filmin özü bilmədən qızılbaş andını orada səsləndirir və faktiki olaraq Osmanlı ordusunun nüvəsini, yəni təmiz türkləri, Bəqdaşi ocaqları idi. Bir də vardı Yeniçəri devşirmələr. Faktiki türkün qanını tökən Yeniçəri devşirmələr idi. Nə yaxşı ki, o filmi çəkiblər, orada devşirmə obrazları çox gözəl görünür. O Xorvat Rüstəm Paşa, Yunan İbrahim Paşa necə böyük həvəslə Səfəvlərin üstünə yürüşə gedirdilər. Necə böyük həvəslə Qaramanlıyı Fatih filmində gözəl göstərirlər, yandırıb kül eləyirlər. Halbuki Qaramanlı daha təmiz türk idi. Və həmən filmin ortasında Qələndərlər üsyanı var idi. Hansı ki, təmiz sufi dərvişlər, sufi türklərdir. Onların qırğını ilə məşğul idilər. Bununla onlar türkün qisasını alırdılar. Onların, belə deyək, İslam sadəcə onlar üçün pərdə idi. Onuncu mif. Çaldıran döyüşündən sonra Şah İsmail heç bir zəfər qazanmayıb. Çaldıran döyüşündən sonra Səfəvər dövlətinin ərazisi bilir ki, çox böyük ərazilərə əhatə edirdi. Biri ucu Qəndahar, o biri ucu Ərzincana qədər. Müvəqqəti olaraq kiçik bir hissə itiriləndən sonra Şah İsmail Sultaniyə istiqamətinə çəkilir və bayaq dedik ki, Naxı Sultaniyədə bunun ehtiyat ordusu var idi. Ehtiyat ordunun gəlməsinin həm görün neçə səbəbdən Sultan Səlim çəkilə bilərdi. 1. Təbriz əhalisinin üsyanının qorxusundan. 2. Öz ordusundakı Bəqdaşilərin qiyamlarından ki, bizim soydaşlarımızı incitmə, dindaşlarımızı, qardaşlarımızı incitmə. 3-cüsü İsmailin daha böyük qüvvə ilə gəlib onu mühasirə etmə təhlükəsindən. Buna görə Sultan Səlim geri çəkildi. Geri çəkiləndə Qarahisar istiqamətində də deməli, Qoçhisar istiqamətində bunların bir döyüşləri olur. Yəni orada da kiçik bir qızılbaş qarnizonu var idi. Ondan sonra Sultan Səlim çəkildi, getdi və Misir istiqamətində yürüşə başladı.
və İsmail Təbrizə qayıtdı. Təbrizdə yenə həmən təntəni ilə qarşılandı və bundan sonra Şah İsmail ona xəyanət etmiş keçmiş müttəfiqlərini cəzalandırır. Keçmiş müttəfiqlər deyəndə o vaxt Şah İsmail onların belə deyək də müvəqqəti hakimiyyətini qəbul etmişdi. Şirvan, Şəki hakimliyi və Kaxeti hakimi ilə Kartli hakiminin üzərinə yeriyir. Və onları da tabe eləyir İsmail. Yəni demək olmaz ki, İsmail boş durmuşdu o vaxtlarda. Bu yürüşlər ilə 1518-24-cü illər əhatə edir. Və hətta Gürcü xronikasında o da var ki, İsmail Tiflisə daxil olandan sonra baxdı ki, kilsələrdə ikonalara dua eləyir. İsmail də bir əhli kitab adamı idi və onu bütpərəstlik hesab edirdi. Ona görə də orada ikonaların, yəni Gürcü xronikasının yazdığına görə oradakı ikonaların çoxunu Kür çayına tullamışdı ki, siz bütpərəstliklə məşğul olursunuz. Siz kitab əhlisiniz, tək Allaha inanmalısınız, ikonalara yox. Və Şah İsmailin ölümünə gəlincə, bəzi mənbələr deyir, Şəkidə ov zamanı tərləmişdi, sətəlcəm olmuşdu. Gürcü xronikalar deyir ki, Yağılca düzündə ov elədikdən sonra geri çəkilir və vəfat edir. Yəni İsmail oturub eş-işrət, yemək-içmək, xeyr, at belində hökm sürən adam elə at belində də öldü. Onu hansısa fəaliyyətsizdə suçlamaq düzgün deyil. Və bununla da gələcəkdə öz varisi olan Təhmasib üçün fətihlərin yeni xəritəsini cızdı. Biz bilirik ki, düzdür, Şəki, Şirvan, Kartli, Kaxet eyni zamanda Borçalı müəyyən müddətdə vassal aslını qəbul etsə də, ondan sonra gələn övladı Təhmasib bu işi başa çatdırdı və faktiki olaraq bütöv Böyük Azərbaycanın qurucusu məhz Şah İsmailin varisi, yəni 1-ci Təhmasib oldu. 1538-ci ildə Şirvan, 1551-ci ildə Şəki qəti olaraq Azərbaycan Səfəvi dövlətinin tərkibinə qatıldı. Çaldıran miflərinə qarşı əsas arqumentlər. Çaldıran döyüşünə həddindən artıq, belə deyək, şişirdilən bu mifi dağıtmaq üçün bir neçə fikir kifayət eləyir. Birincisi, döyüşən tərəflərdə qoşunun say nisbəti. Maksimum hər iki tərəfdə döyüşənlərin sayı 150 mini keçmir, hələ mənbələrin yazdığına görə. Real mövqe ilə baxanda isə orada maksimum iştirak eləyə bilərdi 100-120 adam. Maksimum. Döyüşən qüvvələr çox güman ki 70 min, ondan çox olmuyor. Bu birinci mif. İkinci mif, güya Qızılbaş ordusunun topu topxanası yox idi. Yalandır. Niyə? Çünki Qızılbaş ordusu, yəni Səfəvi dövlətinin Sələfi, yəni Ağqoyunlu ordusunda bu silahlar var idi. Hətta özləri istehsal edildi, Səfəvlərin də topları var idi. Və Səfəvi toplarının gözəl adları da var idi. Bal yeməz və zəmburək. Zəmburək kiçik çaplı toplar idi. Bal yeməzlər, Ruslar qaubiça deyir. Uzaq vuran toplar idi, mühasirə topları. Bu da yalandı, var idi bunlar Səfəvi ordusunda. Üçüncüsü, Səfəvilər güya ağır məğlubiyyətə uğradılar ifadəsi. Kökündən yanlışdır. Bu müvəqqəti, döyüşdə müvəqqəti məğlubiyyət idi. Müharibədə isə sonunda Səfəvilər qələbə qazandı. Osmanlı sultanı sülh istəməyə məcbur oldu. Dördüncüsü, bu məqsədli şəkildə şişirdilən, Azərbaycanla Türkiyə arasında soyuqluq yaratmağa xidmət edən sadəcə bir, belə deyək də, ideoloji rupordur. O ruporu susturmaq lazımdır. Qardaşlar arasında inciklik də olur, savaş da olur. Sonunda qardaş qardaşdır. Və sonunda tamaşaçılara bizim əsrlər boyu süzülüb gəlmiş nənələrin, babaların yaddaşından gəlmiş bir ifadəni demək istəyirəm. Deyir, can versən qardaşa ver, 1000 il keçsə yad olmaz.